Arxip Koyunçu 1841-ci ildə Ukraynanın Mariupol vilayətində anadan olmuşdu. Milliyyətçi Yunan olan atası çəkməçi idi. Soyadının mənası türk dilində kuyumçu deməkdir. Atası tez vəfat etdi. Arxip qaz, ördək otarırdı, çörəkçiyə yardım edirdi. Elə onun istedadını da görən çörəkçi oldu. Oğlana məsləhət gördü ki, Feodosiyaya, məşhur rəssam Ayvazovskinin yanına getsin. Arxip ayaqla rəssamın evinə getdi. Lakin Ayvazovski onda istedad görmədi. 2 aydan sonra Arxip oradan ayrıldı. Sonra bir müddət fotoateliyədə çalışdı. 1865-ci ildə o, Sankt-Peterburg İncəsənət Akademiyasına daxil olmaq istədi. 2 cəhd göstərdi, lakin daxil ola bilmədi. Lakin onu dinləyici kimi ora qəbul etdilər. Sərgilərin birində öz əsərini göstərən rəssamı azad rəssam kimi qəbul etdilər. Valam adasında çəkdiyi peyzajlar hamının xoşuna gəldi. 1873-cü ildə Londonda qara əsəri bürünc medala layiq görüldü. 1875-ci ildə Vera adlı qızla evləndi. 1879-cu ildə onun 3 əsərini məşhur Tirtikov sərgi salonu üçün aldı. 1880-ci ildə çəkdiyi Dnepr aylı gecə əsəri ona şöhrət gətirdi. Tək bu əsərə görə insanlar növbəyə dururdular. Əsərdə olan işıq hamını valeh edirdi. Rəssamın əsərini Çar ailəsinin nümayəndəsi aldı. Özü ilə gəmi səyahətinə apardı. Rütubət, günəş əsəri korladı. Arxip Koyunçu sonralar onu restavrasiya etdi və həmin əsərin 2 surətini də çəkdi. O çox zəngin idi. Xeyriyyə işləri ilə məşğul idi. Sankt-Peterburgda malikanə aldı. Oranı təmir etdi. Otaqları kirayə verdi. Mansardda isə özünə emalatxana açdı. Arxip Koyunçu evin damına çıxaraq orada quşları bəsləyirdi. O quşları çox sevirdi. Sonra Arxip Koyunçu Krımda çox böyük bir sahə aldı. Arxip Koyunçu 1910-cu ildə 69 yaşında Sankt-Peterburgda vəfat etdi.